Salam əziz izləyicilər, bugünkü videoda sizi 2 dolu günə aparıram. İlk gün qızımla birlikdə Samuqda təşkil edilən möhtəşəm ərik festivalında iştirak etdik. Dadlı təamlar, rəngarəng süfrələr, əl işləri ilə rayonumuzun gözəlliyi ilə dolu bir gün oldu. İkinci gün isə tamam fərqli bir atmosferdə olduq. Türkiyəli yazar, ailə və insan psixologiyası üzrə tanınmış bir sima Doktor Fərhad Aslanla görüşdə iştirak etdik. Düşüncəyə daldıran, ruhumuza toxunan gözəl bir görüş idi. Əgər həm kəndin təbiətini, həm də ruhu qidalandıran fikirləri sevirsinizsə, bu video tam sizlikdir. Əyləşin, rahat çayınızı, qəhvənizi götürün və bizim ilə 2 fərqli, amma bir o qədər də mənalı günü yaşayın. Əvvəlcə festivaldan danışaq. Festivalda bütün rayonun məktəbləri, bağçaları, təşkilatları buradaydı. Hər kəs öz süfrəsini açmış, ərikdən hazırlanmış müxtəlif yeməklər, şirniyyatlar, içkilər təqdim etmişdi. Hər süfrə bir-birindən gözəl, bir-birindən maraqlı idi. Biz də bir-bir gəzdik, baxdıq, çəkdik, ərik mürəbbəsindən tutmuş, əriklə hazırlanmış plovlara qədər. Nə desəniz var idi. Festivalda sadəcə yeməklər yox, sənət əsərləri də var idi. Əl işləri sərgisi təşkil edilmişdi. Həm toxuculuq, həm rəsm, həm də dekorativ əşyalar sərgilənirdi. Bundan əlavə kənd təsərrüfatı məhsullarının satışı da həyata keçirilirdi. Təmiz, təbii və yerli məhsullar alıcılarını gözləyirdi. Daha sonra isə möhtəşəm bir parad oldu. Uşaqlar, müəllimlər, müxtəlif geyimdə iştirakçılar, idmançılar sırayla həmin bu paraddan keçirdilər. Musiqi, rəqs, coşqu hər yanda hiss olunurdu. Qızımla birlikdə bugün çox gözəl vaxt keçirdik və bu gözəl anları sizinlə də bölüşmək istədim. Festivalın sonunda isə musiqili proqram və möhtəşəm atəşfəşanlıqla həmin bu tədbir yekunlaşdı. Və biz də gəldik və hazırlaşdıq ki, növbəti gün videonun əvvəlində də sizə dediyim Doktor Fərhad Aslanla görüşə gedək. Dostlar, bu görüş mənim üçün sadəcə bir seminar deyildi, sanki qəlbimə toxunan bir oyanış idi. Bu görüşdə əsas mövzu yeni nəsildə dəyərlər, davranışın formalaşması və disiplin idi. Müxtəlif maraqlı mövzulara toxunan mütəxəssis valideynlərin diqqətinə çatdırdı ki, uşağa hər şeyi edə bilərsən demək əvəzinə ona sərhədləri öyrətmək, məhdudiyyətlərlə yaşamağı bacartmaq əsl tərbiyənin əsasını təşkil edir. Çünki gələcəkdə cəmiyyətdə uyğunlaşa bilən məsuliyyətli fərd elə bu dəyərlərlə formalaşan fərdlərdir. Görüş boyu həm özüm valideyn kimi düşündüm, həm də bir fərd olaraq. Biz uşaqlarımıza hansı davranışı örnək göstəririk? Evdə necə danışırıq? Stresli anda necə reaksiya veririk? Çox sual, çox cavab. Amma bir şey dəqiqdir. Bu görüş mənə tərbiyədə sevgi ilə yanaşı təlimin, qaydanın və davamlılığın nə qədər vacib olduğunu bir daha göstərdi. Çox gözəl təəssüratlarla görüşdən ayrıldım. Bu görüşə yaxın rəfiqəmlə birlikdə getmişdim. Çıxışda bir neçə dəqiqə birlikdə fikir mübadiləsi apardıq. Düşüncələrimizi bölüşdük, müzakirə etdik. Elə bil içimizdə bir rahatlıq vardı. Daha sonra isə yoldaşım və qızım məni gözləyirdi. Onların yanına getdim və biz birlikdə şəhərdə biraz gəzdik, yemək yedik və alış-veriş etdik. Evimizdə kiçik bir hissə var, foye hissədir. Biz yoldaşımla birlikdə həmin hissəni təmir etmək istəyirik. Özümüz həm bizə maraqlı gəlir ki, bizdə bu necə alınar, birlikdə təmir işləri, həm də oranı daha da gözəlləşdirmək istəyirik. Elə ona görə də gəldik, buradan boya aldıq, sevdiyim rəngi seçdim. Burada isə qarışdırılır rəng və gəldik evə. Çoxlu alış-veriş etmişəm. Baxaq görək nələr var. Çox alış-verişimiz ərzaq məhsullardır, lakin o növbəti səbətlərdir. İndi onu da göstərəcəm. Burada isə bu aldıqlarımızı göstərirəm. Bu bacım oğlu üçün çərpələngdir, qızımın velosipedi üçün aksesuarlardır. Xoşlayırdı ki, son vaxtlar velosipedi belə rəngarəng olsun. Daha sonra isə keçək. Bu isə pişiyimizin qabıdır. Ona yemək qabı almışıq. Ona eyni zamanda yemək almışıq. Burada isə baxaq tərəvəz məhsullarımıza və digər ərzaq məhsullarımıza. Bir-bir hər birini çıxardıram. Daha sonra onları yerləşdirirəm. Bu çox vaxt aparan bir prosesdir. Bir-bir hamısını yerləşdirirəm ki, istifadə zamanı rahatlıqla götürüb istifadə edə bilək. Tezliklə həyətimizdə söz verdiyim bir hissə var idi ki, orada yeniliklər eləyirik. O haqda sizinlə video paylaşacağım. Ona görə də mütləq məni izləmədə qalın. Maraqlı videolar bizi gözləyir. Və elə həmin hissə üçün mən belə qədimi üslubda milli naxışlardan ibarət süfrə və oturmaq üçün döşəkələr hazırlayıram. Görək necə alınır.
Əziz izləyicilər, bu iki gözəl günü sizinlə bölüşüb mənim üçün çox xoş oldu. Ümid edirəm ki, həm festivaldan, həm də Fərhad Aslanla görüşdən siz də ruhlandınız və düşündünüz. Əgər videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi bölüşməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.